şeirdə 3 şəhidi. O şeir də rastıma çıxdı demək istəyərdim. Birlikdə getdilər, tarix yazdılar. Rövşən, Ceyhun, Nurlan şəhidlərimiz. Düşmən ordusunun qəbrin qazdılar. Rövşən, Ceyhun, Nurlan şəhidlərimiz. Qələbə çalmağa bir and içdilər. Çox sayda düşmənə kəfən biçdilər. Sultan bəy eşqi ilə qulaq kəsdilər. Rövşən, Ceyhun, Nurlan şəhidlərimiz. Son nəfəsə kimi güllə atdılar. Nə bir dincəldilər, nə də yatdılar. Şəhid zirvəsinə qalxıb çatdılar. Rövşən, Ceyhun, Nurlan şəhidlərimiz. Dönməz ziyarətə tez-tez gələcək. Qəbriniz üstündə güllər əkəcək. Ömrü boyu sizə xidmət edəcək. Rövşən, Ceyhun, Nurlan şəhidlərimiz. Mən hər bir zaman demişəm, bəzi qüvvələr var ki, vətənpərvər insanları təmənnasız xidmət edən, vətənə xidmət edən, şəhidlərimizdə xidmət edən təmənnasız insanları istəyirlər ki, nəsə bir ləkələsinlər, nəsə uzaq